Salam əziz izləyicilər, mən Əhmədov Səttar, Pakistan Construction şirkətinin sahə rəisi, inşaat mühəndisi sizə Grande layihəmiz barədə məlumat vermək istəyirəm. Grande layihəmiz ümumi sahəsi 800 kvadrat metr, istifadə olunan sahə 627 kvadrat metrdir. 2 mərtəbədən və geniş zirzəmidən ibarətdir. Zirzəmidə böyük 42 kvadrat metrlik texniki otaq, 108 kvadrat metrlik qaraj var. 10 otaq, 4 sanitar qovşağından ibarətdir. Layihəmiz adından da göründüyü kimi öz genişliyi və möhtəşəmliyi ilə seçilir. Hal-hazırda biz inşa etdiyimiz binanın dam hissəsindəyik. Mən sizə dam işləri barədə yaxından məlumat vermək istəyirəm. İnşa etdiyimiz binanın dam örtüyü təbii keramit nəzərdə tutulub. Damımızın izolyasiyası keyfiyyətli paraizolasiyadan 1000 vata, 10 üzərindən 10'luq USB dikt və bunun da üzərindən Rusiya istehsalı olan Texnonikolun tolundan istifadə olunur. Və bu da bizə əlavə binanın temperaturunun qorunub çölə verməməsi və çöldəki temperaturun binaya ötürülməməsi üçün əlavə bizə izolyasiya qatı yaradır. Damımızın çatısını taxta məmulatları üçün nəzərdə tutulmuş anti-juk və negarin antiseptik qoyucularla göründüyü bu aparatlarla boyuyuruq və bu da çatımızın daha dayanıqlı və uzun ömürlü olmağına xidmət edir. Keramit haqqında onu demək istəyirəm ki, keramit ən qədim dam örtüyü materiallarındandır. Bəzi məlumatlara görə keramitin istifadəsi 4000 il bundan qabaq Misirdə olmuşdur və hal-hazırda bizim 2000 il bundan da qabaq Romalılar tərəfindən Almaniyaya gətirilmişdir. Hal-hazırda Avropa bazarının dam bazarının 80%-i keramit üstünlük təşkil edir. Keramit çox davamlı və estetik görünüşə malik olan bir materialdır. Atmosfer təsirlərinə, kəskin temperatur dəyişikliklərinə, günəşin ultrabənövşəyi şüalarına, turşulu yağışlara qarşı çox davamlılıq göstərir. Ənənəvi gilli keramikin hazırlanma prosesini bir neçə mərhələyə bölmək olar. Hazırlanmış gilə forma verilir, qurudulur, üstündən örtük çəkilir, 1000 dərəcə temperaturda bişir. Təmirə ehtiyacı olmadan keyfiyyətli keramitin xidmət müddəti 100 ildən çoxdur. Mən sizə Grande layihəmizin dam örtüyünün inşası barədə qısa məlumat verməyə çalışdım. Bizi izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm.